Salam hörmətli izləyicilər. Növbəti bir funksiya ilə sizə tanış eləmək istəyirəm. Bu avtomobildə belə bir maraqlı digər funksiya var. Siz şüşələri kənardan, avtomobildən kənarda olarkən açıb bağlaya bilərsiniz. Bunu həm qapı ruçkasının üstündə olan düymə vasitəsilə və yaxud da pult vasitəsilə etmək mümkündür. Bu funksiyanı aktivləşdirmək üçün bu böyük monitorda avtomobil işarəsini basırsınız. Bura gəlirsiniz Door, Windows and Lock hissəsində. Deməli, Long Press Smart Key to Open Windows. Bu aktiv olanda bu pult vasitəsilə şüşələrin aşağı salmasıdır. Burada pult vasitəsilə kənardan ancaq şüşələri aşağı salmaq mümkündür. Yəni, şüşələrin qaldırılması nəzərdə tutulmayıb. Və növbəti funksiyalar bu. Burada bu düymə basılanda bu şüşələrin qapının ruçkasının üstündə olan bayırdan düymə vasitəsilə basıb saxlayanda şüşələr aşağı düşür. Və yaxud da bu aktiv olanda həmin o düyməni basıb saxlayanda şüşələr bağlanır. Və indi bunu biz düşüb aşağıda kənardan yoxlayacağıq. Və avtomobili söndürüb düşdükdən sonra indi hal-hazırda avtomobildən düşürəm. Qapıları belə deyək kilitlədim. Və növbəti dəfə avtomobilə yaxınlaşarkən qapının ruçkasını basıram, qapılar açılır və düyməni buraxmıram. Və indi gördüyünüz kimi bütün şüşələr arxa, irəli bütün şüşələr açıldı. Və artıq məsələn yay aylarında əgər avtomobil içərisi belə də isti olursa, siz avtomobilə əyləşmədən bunu edə bilərsiniz. Və bağlamaq üçün də yenə də düyməni basan kimi qapılar bağlandı, düyməni buraxmıram. Və indi gördüyünüz kimi bütün şüşələr, arxa və irəli şüşələr bağlandı. Və növbəti bir funksiyada dediyim kimi pult vasitəsilə eləmək olur. Hal-hazırda yəni bunu gəlib uzaqdan bu düymə basan kimi qapılar açılır və düyməni mən buraxmadan gördüyünüz kimi yenə də bütün şüşələr açıldı. Lakin bunu bağlamaq nəzərdə tutulmayıb. Bax, mən bunu qapılara bağlayıb tutub saxlayıram. Ancaq şüşələr qalxmır. Yəni bunu nəyə görəsə belə bir funksiya nəzərdə tutulmayıb. Və əgər sizə bu funksiyalar lazım deyilsə, bunu siz istənilən vaxt söndürə bilərsiniz. Bunları da yenə deaktivə eləməklə bu funksiyalar söndürmə. Mən özüm məsəl üçün təzə bunları işlədirdim. Sonradan yəni ehtiyac olmadığına görə hal-hazırda bunlardan istifadə eləmirəm. Və burada da bu menyuda da bir dənə bir düymə var. Yəni, öncəki videoda bunu göstərmişəm. Bu düymə Auto Lock when Driving bu aktiv olanda, yəni siz avtomobili hərəkətə gətirən kimi avtomobil, yəni qapıları avtomatik kilitlənir. Yəni bunu açıq saxlaya bilərsiniz ki, yəni maşın sürəndə bu qapılar avtomatik bağlansın ki, yəni svetoforda, probkada, yəni maşın üçün hansısa bir müdaxilə olmasın. Bununla bağlı göstərəcəyim bu qədər. Sağ olun.